Salam dəyərli izləyicilərim, kanalımda xoş gördük sizləri. Bugün sizlərin görüşünə fərqli resept olan qırmızı mərcidən hazırlanmış kotlet resepti ilə gəlmişəm. Bizə lazım olan ərzaqlar 3 stəkan qırmızı mərci, 2 ədəd kök, 1 ədəd soğan, 2 diş sarımsaq, keşniş, şüyüd, duru yağ, ədviyyatlardan duz, pul biber və cirə. Mən axşamdan mərcini islatdım. İndi isə keçirik mərcini blender vasitəsilə qarışdırmağa. Əvvəlcə bu cür blender vasitəsilə yaxşı əzirik. Bu cür blender vasitəsilə yaxşıca əzdik. İndi isə keçirik soğanını və qalan ərzaqlarımızı qovurmağa. Kökümüzü bu qaydada sütgəcin xırda gözündən keçirtdik. Sarımsağımızı xırda doğradıq. Soğanımızı da bu qaydada xırda doğradıq və göyərtimizi də xırda doğradıq. İndi isə keçirik soğanı və kökü tavada qovurmağa. Bu cür tavaya yağ əlavə elədik və soğanı qoyuruq. Yaxşıca yumşalana qədər, qızıl rəng alana qədər qovrulsun. Bu cür soğanımız qovruldu. İndi kökünü əlavə edirik. Biraz da köklə bərabər qovururuq. İndi isə ədviyyatlarını əlavə edirik və sarımsağını əlavə edib biraz da qovururuq. Sonra isə blenderdan keçirdiyimiz mərcin üzərindən əlavə edib yaxşıca yoğurup kotletlərimizi hazırlayırıq. Bu cür soğan qovurmamız soyduqdan sonra əlavə edirik mərcinin üzərindən. Sonra isə göyərtini əlavə edirik və əlimizlə yaxşı yoğururuq. Sonra isə kotletlər düzəldib yağda qızardırıq. Bu cür əlimizlə yaxşı yoğurduq və tavanı da qoyduq burada möhkəm qızsın. Sonra isə yağını əlavə edib kotletlərimizi hazırlayırıq. Çox dadlı, ləzzətli, bol vitaminli bir kotlet olur. Siz də rahatlıqla hazırlaya bilərsiniz. Bu cür kotletlərimizi yumru formasında düzdük tavaya və hər iki üzünü yaxşıca qızarana qədər bişiririk. Artıq mərcili kotletimiz hazırdır. Əgər videomu, reseptimi bəyəndinizsə, kanalıma hələ də abunə olmamışsınızsa kanalıma abunə olmağı və videoları dostlarınızla, yaxınlarınızla paylaşmağı unutmayın. Hələlik.